Doktor, uşaqlarımızı sağlam böyütdüyümüzdən necə əmin olaq? Çox maraqlı sualdır. Hər bir valideyni narahat edən suallardan biridir. İlk öncə hər bir uşaq doğulduğu ilk gündən 18 yaşa qədər biz pediatrların nəzarətində olur. Bu dövrdə valideynlər narahat olurlar ki, doktor, mən uşağımı hansılıqda müayinəyə gətirməliyəm? Təbii ki, bu müayinələr zamanı biz uşağın boy inkişafı, çəki alımını, fiziki və zehinsel inkişafını qiymətləndiririk. Və bu dövrdə pediatrınız sizə deyəcək, ləngimə varmı, uşağın kontaktı, nitq inkişafı, göz kontaktı və laborator müayinələrlə bəzi təhlilləri edərək sizin uşağınızın sağlamlığını aşkarlaya bilirik. Amma siz evdə, sizin uşağınız sizinlə yaşına uyğun davranış edirsə və yaxud da qidalanmasında hər hansı bir əksiklik yoxdur, seçicilik yoxdur, normal yuxu balansı vardır. Həmçinin də siz bir valideyn olaraq uşağınızın gigiyenasına diqqətli olursunuzsa və xüsusilə də bir valideyn olaraq uşağınızın sağlamlığının qorunması üçün nələrisə edirsinizsə, məsəl üçün uşağınızı tütün məruziyyətindən qoruyursunuzsa bir valideyn olaraq, əmin olun ki, sizin uşağınız da sağlam böyüyəcək və bu inkişaf ataklarında boy, çəki, qidalanma, yaddaş, yuxu bizim üçün vacib məqamlardandır.